Bizim üçün maraqlı olan 5 elmi kəşf. Birinci, bəşəriyyətin nail olduğu ən böyük temperatur Cenevre yaxınlığında yerləşən Cerin kollayderində alınmış olan 5,5 trilyon dərəcə Selsidir. Belə ki, həmin temperaturu almaq üçün iki civə iyonu toqquşdurmuşdular və temperatur saniyənin 1/1000 qədər davam etmişdir. 2. Bəşəriyyətin aldığı ən aşağı temperatur isə -273 dərəcə Selsidir. Belə ki, 400 kiloqramlıq mis kubunu donduraraq bunu əldə etmişdilər. 3. İlk dəfə olaraq başqa planetə enib fəaliyyət göstərən aparat 1971-ci ilin dekabrında SSR-dən buraxılan Mars 3 aparatı idi. O Marsa enib 14,2 saniyə fəaliyyət göstərmişdi. 4. Ən çox başqa planetə enmiş aparat isə Amerika Birləşmiş Ştatlarının buraxdığı Ingenuity aparatı idi ki, Mars planetinə 2021-ci ildən bəri 72 dəfə eniş eləmişdi. 5. Dünyada bəşəriyyətin nail olduğu ən böyük sürət saatda 692.000 kilometrdir. Belə ki, bu saniyədə 192 kilometrə yaxın gəlir. Bu, Parker Solar Trumps deyilən bir aparat idi ki, Günəşə 6,1 milyon kilometr yanaşmış və hətta onun tacına daxil olmuşdu. Günəşin bəzi parametrlərini ölçmüşdü.